Salam əziz həmkarlar. Biz bugün 9-cu sinif biologiya dərsliyini öyrənirik. Əvvəlcə başlayaq birinci mövzuda. Ümumilikcə gəlin görək birinci mövzuda nə var, birinci mövzuya nələr aiddir. Canlıların əsas həyati xüsusiyyətləri. Baxın, ümumilikcə canlı və cansız təbiət biri-biri ilə sıx bağlıdır. Yəni, canlıları cansızlardan fərqləndirən bəzi əsas xüsusiyyətlər var. Bu xüsusiyyətlər hansılardır? Məsələn, kimyəvi tərkib xüsusiyyətidir, maddə və enerji mübadiləsidir, çoxalmadır, böyümə və inkişafdır, hərəkətdir, qıcıqlanmadır, yaşayış mühitinə uyğunlaşma və tarixi inkişaf xüsusiyyətləri. Bunlar canlıları cansızlardan fərqləndirən əsas xassələrə, əsas xüsusiyyətlərə aiddir. Birinci kimyəvi tərkib xüsusiyyətləri gəlir. Mendeleyev cədvəlində 118 elementdən 80-ə qədər hüceyrənin tərkibinə daxildir. Bunlardan da 27-si müxtəlif funksiyalar yerinə yetirirlər. Ümumilikcə, canlı və cansızlarda da eyni kimyəvi elementlərə rast gəlinir. Yəni, elə kimyəvi elementlər var ki, bunlar həm canlıların tərkibində, həm də cansızların tərkibinə daxildir. Sadəcə canlı orqanizmləri təşkil edən bəzi maddələrin tərkibində 4 element daha üstünlük təşkil edir. Bu oksigendir, karbondur, hidrogendir və azotdur. Əsas bu 4 elementə görə canlılar cansızlardan fərqlənir. Yəni, bu 4 element canlıların tərkibində daha üstündür. Digər bu 118-dən 80-i hüceyrənin tərkibindədir. Onlardan əsasən daha çoxluğuna cansızların tərkibində də rast gəlmək olar. Sadəcə oksigen, karbon, azot və hidrogen bunlar canlı orqanizmdə daha üstünlük təşkil edir. İkinci gəlir maddə və enerji mübadiləsi. Maddə və enerji mübadiləsinin əsası qidalanmadır, ifrazatdır və qazlar mübadiləsi, yəni tənəffüs prosesləri təşkil edir. Bu da özü iki hissəyə ayrılır. Assimilyasiya, bir də dissimilyasiya. Assimilyasiya nədir? Birləşmək, sintez. Yəni, maddələrin mübadiləsi zamanında orqanizmdə üzvü maddələrin sintezidir. Üzvü maddələr birləşib yeni maddə əmələ gətirməsi assimilyasiyadır. Məsələn, bir neçə amin turşusu birləşib əmələ gətirirlər zülalı. Bax, bu olur assimilyasiya. Yəni, insan orqanizmində bir neçə sadə molekullu amin turşular birləşib zülal əmələ gətirirlər. Və ya sadə karbohidratlar birləşib mürəkkəb karbohidratlar əmələ gətirirlər. Bax, bunlar hamısı assimilyasiyadır. Və əmələ gəlmiş bu mürəkkəb karbohidratın və ya mürəkkəb zülalların parçalanması zamanı, yəni mürəkkəb polimer birləşmələr parçalanıb monomer birləşmələr əmələ gətirməsi də dissimilyasiyadır. Yəni, üzvü maddələrin parçalanma prosesi də dissimilyasiya adlanır. Dissimilyasiya nəticəsində enerji ayrılır. Ayrılan bu enerji assimilyasiya prosesinə sərf olunur. Yəni, assimilyasiya prosesində enerji udulur, bu sərf olunur. Haradan alınır bu sərf olunan enerji? Dissimilyasiyanın, yəni dissimilyasiyada üzvü maddənin parçalanması nəticəsində ayrılan enerji assimilyasiya prosesinə sərf olunur. Bunları yadınızda saxlayın. Daha sonra gəlir çoxalma. Çoxalma nədir? Orqanizmin özünü törətmə qabiliyyətidir çoxalma və çoxalma fasiləsiz bir prosesdir, yəni yer üzərində. Valideynlərin özünə oxşar nəsil törətməsi çoxalmadır və bu da irsiyyət sayəsində mümkün olur. Məsələn, irsiyyətə nəyi misal göstərə bilərik? Baxın, doğulan övlad uşaqları anaya oxşuyur, bacıya oxşuyur, qardaşa oxşuyur, ataya oxşuyur, hər hansı bir hissəsinə, məsələn, gözün quruluşuna, burnun quruluşuna görə. Bax, bunlar irsiyyətdir. Özündə nəslin əlamətlərini saxlayıb, gələcək nəslə ötürə bilir. Və orqanizmində mühitin təsirinə qarşı bəzən məruz qalır və bu zaman oxşarlıq tam olmur. Bəzi fərqliliklər meydana çıxır. Bax, bu da müxtəliflik adlanır. Sonra gəlir böyümə və inkişaf. Ümumilikcə böyümə orqanizmin kütlə və ölçülərin artmasıdır. İnkişaf isə böyümə sayəsində orqanizmdə yeni keyfiyyət dəyişikliyi yaranır. Məsələn,
Baxın, böyümə olaraq tutalım ki, şagirdlər, uşaqlar deyim, övladlar deyim, balaca yaşından böyük yaşlarına qədər böyüyürlər. Böyümə bu öz yerində baş verir. İnkişaf isə onlarda böyümənin təsiri altında məsələn beynin inkişafıdır. Yəni keyfiyyət dəyişikliyi meydana çıxmasıdır. Tutalım 1-ci sinif şagirdi bu bəzi tapşırıqları, sadə tapşırıqları həll edə bilir. 7-ci sinifdə, 8-ci sinifdə artıq mürəkkəb tapşırıqları da həll edə bilir. Deməli bu inkişaf eləyir. Ümumilikcə bütün bitkilərdə yadınızda saxlayın. Bütün bitkilərdir, göbələklərdir, bir də öküz soliteridir. Bunlar ömrünün sonuna qədər böyümə prosesi davam edir. Yəni göbələklərdir, bitkilərdir, özdə bütün bitkilər. Heyvanlardan da öküz soliteridir ki, bunlar ömürlərinin sonuna qədər böyümə prosesi davam edir. Daha sonra gəlir hərəkət. Hərəkət nədir? Hərəkət canlıların fəzada yer dəyişmə qabiliyyətidir. Yəni burada aktiv hərəkətlər var, bir də passiv hərəkətlər var. Məsələn, elə orqanizmlər var ki, substrata yapışmış vəziyyətdə olurlar. Bunlar zəif hərəkət etmə qabiliyyətinə malikdirlər. Ancaq aktiv hərəkət etmə malik, məsələn, məməli, ümumiyyətlə heyvanların çox hissəsi, bax heyvanların çox hissəsidir və insanlardır ki, bunlar aktiv hərəkət etmə qabiliyyətinə malikdir. Bəs qıcıqlanma nədir? Qıcıqlanma əsasən xarici mühitin təsirinə qarşı orqanizmin verdiyi cavab reaksiyasıdır. Sadə heyvanlarda, ibtidailərdə qıcıqlanmadır. Artıq çoxhüceyrəli orqanizmlərdə, yəni birhüceyrəlilərdə qıcıqlanma, çoxhüceyrəli orqanizmlərdə bu refleks adlanır. Yəni orqanizmin xarici qıcıq təsirinə qarşı verdiyi cavab reaksiyası qıcıqlanmadır. Ümumilikcə, məsələn, amöbün qidaya doğru hərəkəti, duz kristalına qoymuş hissədən amöbün uzaqlaşması, bitkilərin günəş işığına doğru hərəkəti, rütubətə verdiyi cavab reaksiyası bunlar qıcıqlanmaya aiddir. Əlavə olaraq taksis və tropizm bunlar da qıcıqlanma prosesidir. Bəs yaşayış mühitinə uyğunlaşma nə deməkdir? Yəni həyat tərzinə görə orqanizmin quruluşunda, funksiyasında, davranışında hər hansı bir dəyişiklik baş verir. Nəticədə canlı sistemdə, yəni müəyyən mühit şəraitinə qarşı fəaliyyət göstərməyə uyğunlaşır. Ümumilikcə bunu özümüzdən də misal çəkə bilərik. Məsələn, misal necə çəkək buna? Baxın, qış fəsli olur, yay fəsli olur, insanlar başlayır özünü həmin fəslə uyğun olaraq uyğunlaşdırmağa. Bax, bunlar yaşayış mühitinə uyğunlaşmadır. Yəni, məsələn, maddələrin mübadiləsində, belə deyim, qışda qış yuxusuna gedən hər hansı bir canlılar olur. Artıq onların funksiyalarında, orqanizm funksiyalarında nə olacaq? Maddələrin mübadiləsində yavaşlama prosesi olacaq. Amma yay dövründə aktivləşmə prosesi olacaq. Yəni, bu da orqanizmin quruluşudur, funksiyasıdır, davranışında dəyişikliklərin meydana çıxması yaşayış mühitinə uyğunlaşma adlanır. Baxın, ümumilikcə biz qıcıqlanmada tropizmdən taksis çəkdik. Tropizm nədir? Bitkilərdə xarici qıcıqlandırıcıya qarşı yönəlmiş cavab reaksiyasıdır. Əsasən, məsələn, işığa qarşı, suya qarşı. Bu da müsbət tropizm var, bir də mənfi tropizm var. Orqan qıcıq mənbəyinə doğru yönəlirsə, bu müsbət tropizmdir. Orqan qıcıq mənbəyindən uzaqlaşırsa, bu da mənfi tropizm adlanır. Və burada tropizmin müxtəlif növləri var. Bu il miqədə geotropizm düşmüşdür. Diqqətlə baxın. Baxın, işığa qarşı yönəlmə. Məsələn, gövdənin işığa qarşı yönəlməsi bu adlanır fototropizm. Əlavə olaraq cazibə qüvvəsinə qarşı yönəlmə, cavab. Məsələn, kök həmişə aşağı enməsi, gövdənin yuxarı enməsi bu geotropizm adlanır. Suya doğru yönəlmə hidrotropizmdir. Toxunmaya cavab tigrometrik, yəni tigromotropizmdir və kimyəvi maddələrə qarşı yönəlmə də bu da kemotropizm adlanır. Bunları da yadınızda saxlayırsınız. Və tarixi inkişaf xüsusiyyətləri nədir? Canlı aləmin sadədən mürəkkəbə doğru inkişaf prosesidir. Bunlar təkamül adlanır. Bunu biz təkamül mövzusunda da daha geniş keçəcəyik. Ümumilikcə burada bunları özünüz tapdıqca yəni yaza biləcəksiniz. Məsələn, burada deyir xarici mühit təsirinə qarşı cavab reaksiyası. Xarici mühit təsirinə qarşı
cavab verirsə, bu nədir? Qıcıqlanmadır. Deməli, 2-yə uyğunda bədən ölçülərin böyütmə qabiliyyəti. Bədən ölçüləri böyütmə qabiliyyəti elə böyümə prosesinə aiddir. B. Tənəffüsdür, qidalanmadır, ifrazatdır. Bunlar maddələr mübadiləsinə aiddir. C. Öz növünə aid olan fərdlər sayının artırılması. Bu çoxalma prosesinə aiddir. D. Yerdəyişmə qabiliyyəti. Bu da hərəkət prosesinə aiddir. Bunları yazırsınız. Daha sonra gəlir canlıların quruluş səviyyələri. Ümumilikcə yadınızda saxlayın. Canlı və cansızlar atom səviyyəsində. Atom səviyyəsində bir-birindən fərqlənmirlər. Hansı səviyyə olduğu? Atom səviyyəsində bir-birindən fərqlənmirlər. Yəni, atom səviyyəsinə görə biri-birində birləşirlər. Ümumiyyətcə, canlı təbiət biri-biri ilə əlaqədə müxtəlif bioloji sistemlər, hüceyrə, toxuma, orqanlar sistemi və orqanizmdən təşkil olunmuşdur. Bunlar da müxtəlif xüsusiyyətlərinə görə biri-birindən fərqlənirlər. Məsələn, canlıların öyrənməsi hansı quruluş səviyyələrində aparılır? Molekulyar səviyyə, hüceyrə səviyyəsi, toxuma orqan səviyyəsi, orqanizm, populyasiya növ, biogeogenetik səviyyə, bir də biosfer səviyyəsində aparılır. Baxın, molekulyar səviyyə nədir? Molekulyar səviyyə ümumilikcə quruluş dərəcəsindən asılı olmayaraq canlılar zülallardan, nuklein turşularından, polisakkaridlərdən və digər molekullardan təşkil olunmuşdur. Bunlar da maddələr mübadiləsidir, irsi məlumatların ötürülməsi, bioloji proseslərin öyrənilməsi məhz bu molekulyar səviyyədən baş verir. Yəni, canlı orqanizmin kimyəvi tərkibidir, onların həyat fəaliyyətidir. Bunları öyrənən bütün kimyəvi proseslər biokimya elmi adlanır. Yəni, molekulyar səviyyədə, məsələn, DNT-dir, RNT-dir, bunlar hamısı molekulyar səviyyədə öyrənilir. Daha sonra gəlir hüceyrə səviyyəsi. Hüceyrə səviyyəsi nədir? Canlının ən kiçik və inkişaf vahidi, quruluş vahidi hüceyrədir. Hüceyrənin quruluşu, məsələn, qılaf, sitoplazma, nüvə, kimyəvi tərkibi, hüceyrələrin çoxalması, bunları hamısını öyrənən sitologiya elmi öyrənir. Məsələn, hüceyrə hansı hissələrdən ibarətdir? Hüceyrə orqanoidləri hansıdır? Tutalım ki, qılafdır, plazmatik membrandır, mitoxondridir, xloroplastdır, ribosomdur. Bax, bunların hamısını öyrənən hissə sitologiya elmidir. Yəni, hüceyrənin quruluşunu öyrənən sitologiya elmi adlanır. Bəs toxuma və orqan səviyyəsi nədir? Biz 8-ci sinifdə öyrənmişik ki, hüceyrə, toxuma, orqanlar sistemi, bir də orqanizm. Toxumalar birləşib orqan əmələ gətirirlər. Yəni, orqanın tərifi nədir? Ümumilikcə, çox hüceyrəli orqanizmlərdə mənşəcə eyni olan, oxşar quruluşlu, eyni funksiya yerinə yetirən hüceyrələr və hüceyrəarası maddələr, bunlar birləşib toxumalar əmələ gətirir. Toxumalar da birləşib orqan əmələ gətirir. Orqanlar birləşib orqanizm əmələ gətirir. Orqanlar sistemini, bu da orqanizmi əmələ gətirir. Baxın, toxumanı öyrənən elm histologiya elmidir. Yəni, histologiya toxumaları öyrənir. Canlılarda 4 qrup toxuma var. Sinir toxuması, birləşdirici toxuma, əzələ toxuması. Bax, sinirdir, birləşdirici də əzələdir, bir də epitel toxumasıdır. 4 qrup toxuma canlılara məxsusdur. Bu toxumalar da birləşib müəyyən quruluşa malik olan, müəyyən funksiya yerinə yetirən orqanları əmələ gətirir. Həmin bu orqanlar da birləşib orqanizmi əmələ gətirir. Məsələn, bizə şəkildə ürək verir. Baxın, ürək xaricdən özünüz bilirsiniz ki, sıx birləşdirici, orta əzələ, daxili də epitel qatından təşkil olunmuşdur. Məsələn, ürəkdir, qan damarlarıdır. Bunlar birləşib orqanlar sistemi, məsələn, qan damar sistemini əmələ gətirirlər. Müəyyən orqanlar sistemi də birləşib bütöv bir orqanizm əmələ gətirirlər. Orqanizm nədir? Ayrı-ayrı fərdlərin quruluşunu, həyat fəaliyyətini, xüsusiyyətlərini öyrənir. Məsələn, bu mayalanma anından ölənə qədər olan inkişaf dövrü, orqanizm dövrü adlanır. Daha sonra gəlir populyasiya. Populyasiya da bir neçə orqanizmlərin birləşməsidir. Yəni, bir neçə orqanizmə məxsus olan canlıların birləşməsidir. Bax, struktur və funksional vahidi populyasiyanın növdür. Yəni, növlər birləşib populyasiyanı əmələ gətirirlər. Eyni növə aid olan, tarixən müəyyən ərazidə yaşayan fərdlər cəmi populyasiyadır.
Məsələn, burada bizə pinqvinlər misal çəkib. Pinqvinlərin bircə yaşayışı populyasiya adlanır. Məsələn, tutalım ki, şirlər, pələnglər, hamısı ayrı, fillər, hamısı ayrı-ayrılıqda bir populyasiyadır. Birləşib populyasiyanı əmələ gətirirlər. Növü təşkil edən ayrı-ayrı populyasiyalar qismən təcrid olunmuş ərazilərdə məskunlaşırlar. Populyasiyalar növ səviyyəsində baş verən tarixi inkişaf prosesləri, yeni növlərin yaranmalarına səbəb ola bilər. Deməli, populyasiya nəticəsində yeni növ yarana bilər. Bəs biogeosinotik səviyyə nədir? Bu artıq biogeosinoz səviyyə adlanır. Burada müəyyən ərazidə bircə yaşamağa uyğunlaşmış müxtəlif canlı qruplarıdır. Baxın, populyasiyada eyni canlı qruplardır. Biogenetik səviyyədə artıq müxtəlif canlı qrupları aiddir. Bu səviyyədə orqanizmlər biri-biri ilə və ətraf mühit ilə də qarşılıqlı əlaqədə olurlar. Biogenetik səviyyədə canlılar üstə gələk abiotik amillər, yəni bunlar biogeosinotik səviyyəni əmələ gətirir. Bəs biosfer səviyyəsi nədir? Artıq yer üzərində olan bütün biogeosinozların cəmi bu da biosferi əmələ gətirir. Yəni yer kürəsində olan bütün canlılar yaşadığı sahədir. Bunlar da məsələn bizə verib atmosfer, atmosferin aşağı səthi, hidrosfer su, bir də litosfer. Bu üç təbəqədə canlılar yaşayır. Ümumilikcə canlı orqanizmin həyat fəaliyyəti maddələr dövranından, bir də enerji çevrilmələrindən ibarətdir. Deməli, eyni növə aid olan növlər birləşib populyasiyanı əmələ gətirdi. Müxtəlif populyasiya qrupları bu olur biogeosinotik səviyyə, yəni canlılar üstə gələk abiotik amillər. Məsələn, tutalım ki, bir meşədə, baxın, fillərin populyasiyası var, daha sonra quşların populyasiyası var, pələnglərin populyasiyası var. Yəni, müxtəlif populyasiyalar birləşib biogenetik səviyyəni əmələ gətirir. Bütün biogeosinozların cəmi də biosferdir. Yəni, bütün bu səviyyələrin hamısı da biosferdə yaşamağa məskunlaşıblar. Və biosferin də əsas hissəsini yadınızda saxlayın, maddələr dövranı ilə enerji çevrilmələri öyrənir. İndi biz öyrənirik histologiya elmi. Ümumiyyətlə dedik ki, histologiya bütün hüceyrələri öyrənən elm sahəsidir. Gəlin görək, bütün hüceyrələri öyrənən elm sahəsi histologiya nədən bəhs edir? Baxın, histologiya elmi sitos hüceyrə, logos elm deməkdir. Deməli, sitos hüceyrə, logos da elm adlandı, sitologiya. Sitologiya, sitos hüceyrə, logos elm. Hüceyrə haqqında elmdir. Əksər canlılar hüceyrələrdən təşkil olunub. Hüceyrə canlı orqanizmin inkişaf, quruluş və funksional vahididir. Bunları öyrənən adlanır sitologiya. 2 dəqiqə gözləyin. Sitologiya, orqanizmdə hüceyrələrin quruluşunu, kimyəvi tərkibini, funksiyalarını, onların çoxalma, inkişafını, ətraf mühitə uyğunlaşma xüsusiyyətlərini öyrənən elmdir. Canlılar bir hüceyrəli və çox hüceyrəli olmaqla iki hissəyə ayrılır. Bir hüceyrəlilərə bütün bakteriyalar, bəzi bitkilər, heyvanlar və göbələklər aiddir. Çox hüceyrəlilərə əksər bitkilər, heyvanlar və göbələklər aiddir. Deməli, bütün bakteriyalar bir hüceyrəlidir. Bitkilər bir hüceyrəli və çox hüceyrəli, heyvanlar bir hüceyrəli və çox hüceyrəli, göbələklər bir hüceyrəli və çox hüceyrəli olmaqla iki hissəyə ayrıldı. Əsasən hüceyrə özü üç hissədən ibarətdir. Qlaf, sitoplazma və nüvədən. Formalaşmış nüvəyə malik olanlar adlanır eykaryotlar. Yaxşı görünən, karyon da nüvə deməkdir. Canlılar aləmi əsas biz öyrəndiyimiz 4 aləm var. Bakteriyalar, göbələklər, bitkilər, heyvanlar. Bax, bakteriyaları çıxırsınız. Bitkidir, göbələkli heyvanlardır. Bunlar eykaryotlardır. Yəni, bunların nüvələri var. Ancaq bakteriyalarda formalaşmış nüvə və membran quruluşuna malik olan orqanoidlər olmur. Bunlar prokaryotlar adlanır. Pro əvvəl qədər, karyon nüvədir. Viruslar hüceyrəvi quruluşa malik olmadığı üçün onu da sitologiya elmi öyrənmir. Virusları elə virusologiya elmi öyrənir. Virus sözünün mənası da zəhər deməkdir. Ümumilikcə canlıları öyrənmək üçün
müəyyən üsullardan istifadə olunub, müəyyən məsələn cihazlardan istifadə olunub. Şəklə baxsaq, burada eukaryot canlıların hüceyrələrinin quruluşu verilmişdir. Əsasən burada bitkilərin, heyvanların, bir də bakteriyaların hüceyrələrinin quruluşu verilib. Bunları öyrənmək üçün müəyyən cihazlar istifadə olunur. Bunu da mikroskop. İlk dəfə mikroskopu Zahari Yansen qardaşları, övladları tərəfindən ilk mikroskop yaranmışdı. İlk dəfə hüceyrə terminini elmə 1665-ci ildə Robert Koch gətirmişdi. Mantar kəsiyinə, ağacın mantar kəsiyinə baxmış, orada olan gözcükləri hüceyrə adlandırmışdı. İlk canlı hüceyrəni də Antoni van Leeuwenhoek öz düzəltdiyi mikroskopda öyrənmişdi. Onun düzəltdiyi mikroskop da 270 dərəcəyə böyütmə qabiliyyətinə malikdir. İndi biz əsas öyrənirik hüceyrə nəzəriyyəsini. Hüceyrə nəzəriyyəsi nədir? Baxın, hüceyrə nəzəriyyəsi haqqında bir neçə alimlər öz fikirlərini söyləmişdi. Bunlardan Teodor Şvandı, Vixrovdu, daha sonra Schleiden'di, əlavə olaraq Karl Beer'di. Bunlar hüceyrə nəzəriyyələri haqqında öz fikirlərini söyləmiş alimlər olmuşdu. Teodor Şvan tərəfindən 1839-cu ildə hüceyrə nəzəriyyəsi yaradılıb və bunun 4 müddəası var. Birinci müddəa nədir? Hüceyrə bütün canlıların ən kiçik quruluş vahididir. Quruluş və inkişaf vahididir. Baxın, quruluş vahidini deyən Teodor Şvan olub, inkişaf vahidini deyən Karl Beer olub. Deməli, birinci nəzəriyyədə, yəni birinci müddəada iki alimin sözləri keçir. Şvanın və Karl Beer'in. Hüceyrə bütün canlıların ən kiçik quruluş və inkişaf vahididir. Quruluşa qədər quruluşu deyən Şvan, inkişafı deyən Beer olduğu üçün burada iki alimin adı çəkilir. İkinci müddəa, bütün orqanizmlərdə hüceyrələr quruluşuna, kimyəvi tərkibinə, həyat fəaliyyətinə, maddələrin mübadiləsinə görə oxşardır. Bunu deyən Teodor Şvan olmuşdur. Deməli, ikinci müddəa Şvana məxsusdur. Üçüncü müddəa, hüceyrələrin çoxalması onların bölünməsi yolu ilə baş verir. Hər bir yeni hüceyrə bölünmə yolu ilə ana hüceyrədən yaranır. Deməli, ana hüceyrənin adını çəkən olmuşdu Vixrov, bölünmənin adını çəkən olmuşdu Mikrov. Üçüncü nəzəriyyə Vixrova məxsusdur. Dördüncü nəzəriyyə, mürəkkəb quruluşu çoxhüceyrəli orqanizmlər. Hüceyrələr yerinə yetirdikləri funksiyaya görə ixtisaslaşaraq toxuma və orqanları əmələ gətirir. Bunlar da biri-biri ilə sinir və humoral yolla tənzimlənir. Artıq bu çoxhüceyrəlilərə məxsusdur. Bunu da Teodor Şvan tərəfindən elmə gətirilmişdir. Yəni, Şvanın müddəasıdır, belə deyək. Deməli, hüceyrə nəzəriyyəsində Şvanın, Beer'in, bir də Vixrovun adını çəkəcəyik. Teodor Şvan və Schleiden səhvən belə hesab edirdilər ki, hüceyrəvi quruluşa sahib olan orqanizmlər qeyri-hüceyrəvi quruluşlu maddələrdən əmələ gəlir. Bunu səhvən hesab edirdilər. Artıq mayalanmış yumurta hüceyrəni Beer kəşf etdikdən sonra bilindi ki, hüceyrə həm də quruluş vahidi olduğu kimi inkişaf vahididir. 20-ci əsrin əvvəllərində Karl Beer məməlilərin yumurta hüceyrəsini kəşf etdi və bütün çoxhüceyrəli orqanizmlərin mayalanmış yumurta hüceyrədən ziqotdan başlanğıc götürdüyünü söyləmişdir. Artıq bu da aid olunan qeyd hissəsinə aiddir. Bunlara da buradan baxırsınız. Burada bizim tapşırığımız var idi. Biz o tapşırığa əsas baxaq. Məsələn, burada ikinci cədvəlin tapşırıqlarına baxırsınız və bunları düzürsünüz. Baxın, deyir molekulyar səviyyə, toxuma, orqan və orqanizm, populyasiya, biogeogenetik. Gəlin bir-bir düzək. Məsələn, deyir ki, həyatın birinci molekulyar səviyyədən baxaq. Baxın, həyatın ən ali quruluş səviyyəsi aiddir biosfer səviyyə. Deməli, Aya aiddir 7, bir-bir qarşısına yazaq. Daha sonra, orqanizmin həyat fəaliyyəti proseslərini sinir və humoral yolla tənzimi, biz dedik ki, orqanlar sistemi birləşib, orqanizm əmələ gətirirlər. Məsələn, sinir sistemi, bir də endokrin sistem. Bunlar da ayrı-ayrı sistemlərdir. Sinir və humoral yolla tənzim. Bu olacaq orqanizm səviyyə 4-də. Sitoplazmanın hərəkəti müşahidə olunur.
Bunun hərəkətini sitoplazma nəyə aiddir? Hüceyrəyə. Hüceyrə qlaf, sitoplazma və nüvə. Bunun hərəkətini biz hüceyrə səviyyəsində öyrənə bilərik. Deməli, C-yə də aiddir 2. Daha sonra irsi məlumatların ötürülməsi başlayır. İrsi məlumatların ötürülməsi başlayır DNT. DNT-ni hansı səviyyədə öyrənə bilərik? Molekulyar səviyyədə 1-ə. Şimal marallarının miqrasiyası. Şimal marallar eyni növə aid olan canlılar birləşib populyasiyanı əmələ gətirir. Bu da olur populyasiya növ. Nüvənin bölünməsi həyatın bu quruluş səviyyəsində özünü büruzə verir. Nüvə nəyə aiddir? Hüceyrə. Hüceyrə qlaf, sitoplazma və nüvədən aiddir. Deməli, bunu hüceyrə səviyyəsində öyrənə bilərik. Yazda alma ağaclarının çiçəklənməsi müşahidə olunur. Alma ağaclarının çiçəklənməsi, alma ağacları özü bir, yəni biogeosonetik səviyyədə bunun çiçəklənməsini biz müşahidə edə bilərik. Yəni canlılar üstəgələk abiotik amillər əmələ gətirir biogeosonetik səviyyəni. Zülalların quruluşu və funksiyasını öyrənir. Zülallar molekulyar quruluşa malikdir. Deməli, molekulyar səviyyədə biz onun quruluşunu və funksiyasını öyrənə bilərik. Qaraciyərin öd ifraz etməsi, qaraciyər özü orqandır. Orqanın da öz ifraz etməsi toxuma və orqan səviyyəsinə aiddir. Bunu da düzdük. Daha sonra burada deyir ki, sadədən mürəkkəbə doğru ardıcıllıqla düzün. Baxın, ümumilikcə siz bilirsiniz ki, hüceyrə birləşib əmələ gətirir toxumanı, toxuma birləşib əmələ gətirir orqanı, orqan birləşib əmələ gətirir orqanlar sistemini, orqanlar sistemi də birləşib əmələ gətirəcək bütöv bir orqanizmi. Məsələn, mürəkkəb səviyyədə desək, birinci verib insan orqanizmi. İnsan orqanizmi ən yüksək səviyyəyə aiddir. Hüceyrə tərkibinə daxil olan zülallar, yağlar, karbohidratlar, bunlar ən birinci səviyyəyə aiddir. Yəni 2 birinci gələcək, ən sadə quruluşdadır. Sonra biz buradan hüceyrəni tapmalıyıq. Məsələn, hüceyrə neyron quruluşunu götürə bilərik. Neyron özü hüceyrədir. Daha sonra toxumanı tapmalıyıq. Məsələn, vəzli epitel toxuma qrupu epitel toxumasına aiddir. Sonra orqanı tapmalıyıq. Ürəyin quruluşu. Ürək özü, yəni orqandır. Daha sonra orqanizm. Məsələn, dərrakəli insanı insan orqanizmi ilə biri verib, insan orqanizmində birləşib dərrakəli insanı əmələ gətirir. Yəni, düzülmə ardıcıllığı olanda bu formada düzürsünüz. Sonra dedik histologiya hüceyrəni öyrənir, histologiya toxumanı öyrənir. Biokimiya elmi də dedik ki, canlı orqanizmdə kimyəvi tərkibini və onların həyat fəaliyyətinin əsasında duran kimyəvi prosesləri biokimiya elmi öyrənir. Bunları da burada vurğuladıq. Bir də burada PDF üzərində izah eləmişik. Bir dəfə də kitabda olan mövzu üzərində baxaq. Bunlar hələ qalacaq. Biz asanları, sadələri öyrənib, sonra bu çətin prosesləri öyrənməliyik. Deməli, buradan bir dəfə də baxaq. Dedik, histologiya, sitos hüceyrə, logos elm deməkdir. Əksər canlılar əsasən hüceyrələrdən təşkil olunmuşdur. Hüceyrə canlı orqanizmin quruluş və inkişaf vahididir və funksional vahididir. Burada bunu çəkmişik. Burada bizim dediyimiz kimi nəzəriyyələrdən danışır, ümumilikcə. Məsələn, hüceyrə terminini ilk dəfə kim gətirmişdir? Dedik ki, Robert Hooke gətirmişdir. Neçənci ildə? 1665-ci ildə. O, mantar kəsiyinə baxarkən arı şalına bənzər olan gözcükləri hüceyrələrdən təşkil olunduğunu görmüş, yəni gözcükləri hüceyrə adlandırmışdır. Yəni, bu zaman da hüceyrə terminini elmə gətirmişdir. Hüceyrə də sitos sözündən götürülmüşdür. Daha sonra Antoni van Leeuwenhoek ilk dəfə bir hüceyrəli canlılara baxan, yəni canlıya baxan ilk dəfə Antoni van Leeuwenhoek olmuşdu. Onun düzəltdiyi mikroskop da 270 dərəcəyə qədər böyütməyə malikdir. Hüceyrə haqqında toplanan biliklər hüceyrə nəzəriyyəsinin yaradılmasına əsas verdi. Bu da Şivan tərəfindən yaradıldı. Və əlavə olaraq Şivanla Şleyden də öz məlumatlarını müqayisə edərək bitki və heyvan hüceyrələrinin quruluşunu oxşar olduqlarını müəyyənləşdirdi. Məsələn, burada özünüz üçün bir dəfə oxuyursunuz. İnsan orqanizmdə təxminən 10^14 hüceyrə olur. Hər saniyə 3 milyon eritrosit məhv olur, yenisi ilə əvəz olunur. Adətən bitki və heyvan hüceyrələrinin ölçüsü 5-20 mikrometr arasında dəyişir. Lakin bəzilərinin, liflərin, sinir hüceyrələrinin uzun çıxıntılarının ölçüsü 1 metrə qədər çata bilir. Ən iri hüceyrə quş yumurtasıdır. Dəvə quşu yumurtasının ən iri hüceyrədir. Daha sonra
hüceyrə müddəaları da ki, bu hissədə verilib və biz misal olaraq çəkdik ki, Karl Baer məməlilərin yumurta hüceyrəsini kəşf etdi və bütün çoxhüceyrəli orqanizmlərin ziqotdan başlanğıc götürdüyünü dedi və bununla bərabər deyildi ki, hüceyrə həm quruluş vahidi, həm də inkişaf vahididir. Burada hüceyrə nəvəziyyəsi Şivana məxsusdur. Birinci müddəada quruluşu deyən Şivan, inkişaf vahidini deyən Karl Baer'dir. Kimyəvi tərkibinə, həyat fəaliyyətinə, maddələr mübadiləsinə görə oxşardır Şivan. Çoxalması onların bölünməsi yolu ilə baş verir, yəni ana hüceyrənin bölünməsi ilə yaranır. Bu da Vikrova məxsusdur. Toxuma və orqanlar əmələ gətirir. Bu da sinir və humoral yolla tənzim olunur. Bu da çoxhüceyrəli canlılara məxsusdur. Daha sonra hüceyrə canlının quruluş vahididir. Bunu deyən Şivandır. Hüceyrə canlının inkişaf vahididir. Bunu deyən Baer'dir. Hüceyrə bölünmə yolu ilə ana hüceyrədən başlanğıc götürür. Bunu da deyən Vikrov olmuşdur. Burada baxırıq, hüceyrə terminini elmə ilk dəfə Robert Hooke tərəfindən gətirilmişdir. İlk dəfə düzəltdiyi mikroskopda mantar kəsiyinə baxaraq onu xırda gözcüklərdən ibarət olduğunu görüb, bunu da Robert Hooke görmüşdü. Canlı bir hüceyrəli orqanizmləri 270 dərəcəyə qədər böyüdən mikroskopda baxan Leeuwenhoek da olmuşdu. Müasir nəzəriyyənin müddəalarını düzgün ardıcıllıqla tapın. Mürəkkəb quruluşlu çoxhüceyrəli orqanizmlər yerinə yetirdiyi funksiyaya görərək ixtisaslaşaraq toxuma və orqana əmələ gətirir. Bu sonuncu, dördüncü müddəasıdır. Hüceyrə canlı orqanizmin ən kiçik quruluş və inkişaf vahididir. Bu birinci müddəasıdır. Hüceyrələrin çoxalması onların bölünməsi yolu ilə baş verir. Bu üçüncü müddəasıdır. Bütün orqanizmlərdə hüceyrələr quruluşuna, kimyəvi tərkibinə, həyat fəaliyyətinə və maddələr mübadiləsinə görə oxşardır. Bu da ikinci müddəasına aiddir. Dərsimiz bu qədər.